İslam dini insanın həm qəlbini, həm də zahirini tərbiyə edən kamil bir dindir. O, yalnız ibadət formalarını deyil, həm də insanın cəmiyyət içində davranışını, görünüşünü və mənəvi duruşunu nizamlayır. Bu qaydalardan biri də hicabdır, lakin hicab təkcə bir parça geyim deyil, o bir düşüncə, bir kimlik, bir ruhani seçimdir. Hicab insanın Allahın əmrinə itayətini və öz mənəvi dəyərlərinə hörmətini təcəssüm etdirir. O, qadının dəyərini bədəninə görə deyil, qəlbinin təmizliyinə və imanının qüvvəsinə görə müəyyənləşdirir. Qadın hicabla özünü cəmiyyətin zahiri baxışlarından qoruyur. Amma bu gizlənmək deyil, əksinə izzətlə yüksəlməkdir. Uca Allah Əhzab surəsinin 59-cu ayəsində belə buyurur: Ya Peyğəmbər, zövcələrinə, qızlarına və mömin qadınlara de ki, örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhmədəndir. İmam Sadiq əleyhissalam buyurur: Qadının hicabı onun üçün Allaha daha yaxınlıq və izzətdir. Qadın nə qədər özünü qorusa, Allah onu o qədər qoruyar. Bu hədis qadının hicabını bir müqəddəs məsafə kimi təqdim edir. O məsafə ki, qadınla dünya arasında Allaha bağlanan bir rabitə yaradır. Qadın özünü Allah üçün qoruyursa, Allah da onu dünya bəlalarından qoruyur. Hicab yalnız qadının bədənini deyil, onun kimliyini və mənəviyyatını qoruyur. Bu libas Allaha yaxınlıq yolunda bir sədd deyil, əksinə bir körpüdür. Zaman dəyişib, amma Allahın əmri dəyişməyib. Bugün hicab bəzən təzyiqlər, qınaqlar və yanlış təsəvvürlərlə üzləşir. Amma hicablı qadın bu dövrdə bir mübarizə simvoludur. O, səssiz şəkildə Allahın əmri mənim kimliyimdir deyir. O, təslim olmur. Çünki bilir ki, hicabın arxasında bir ruhani dəyər, bir səma huzuru, bir ilahi əmr dayanır. Hicab qadının mən kiməm sualına verdiyi ən dərin cavabdır.